Hər kəsə salam. Yeni telefon alanda yəqin ki, hamımızın beynində eyni sual fırlanır. Bahalı, hər şeyi bacaran bir flaqmanmı, yoxsa puluna görə bütün işləri görən bir modelmi? Gəlin bugün bu məsələyə bir dəfəlik aydınlıq getirək. Yaxşı, gəlin heç vaxt itirmədən birbaşa məsələyə keçək. Samsung Ultra yoxsa Redmi? Bu, çox adamı çaşdıran bir sualdır bilirəm. Amma heç narahat olmayın, bu təhlilin sonunda inanıram ki, hansı telefonun məhz sizin üçün olduğunu dəqiq biləcəksiniz. Gəlin başlayaq ilk iddiaçımızdan, yəni Samsung S Ultra'dan. Baxın, bu sadəcə bir telefon deyil. Bu sanki bir status simvoludur. Xüsusi bir istifadəçi üçün düşünülmüş premium bir cihazdır. Yaxşı, bəs bu premium sözünün altında nə yatır əslində? Gəlin baxaq. Baxın, Ultra'nın bütün gücü onun detallarındadır. Yəni söhbət təkcə o kağız üzərindəki 200 megapikseldən getmir. Söhbət 8K video çəkilişindən, o videoları çəkəndəki o möhtəşəm stabilizasiyadan gedir. Üstünə də gəlin, demək olar ki, dünyanın ən yaxşı ekranlarından birini, ən ağır oyunları belə donmadan oynamaq imkanını və ən əsası nədir bilirsiniz, 5 ildən, hətta 7 ildən çox proqram təminatı dəstəyi. Yəni, bu telefonu alırsınız və illərlə başınız ağrımır. Bu sadəcə telefon deyil, bu həqiqətən də bir investisiyadır. Əlbəttə ki, medalın bir də o bir üzü var. Bu qədər gücün bir qiyməti olmalıdır, elə deyilmi? S Ultra'nın qiyməti, bəli, yüksəkdir. Və təkcə telefonun özü yox, onun qulaqlığı, qabları, təmiri, bunlar da cib yandırır. Bir də ki, bu qədər güclü xüsusiyyətlər təbii ki, batareyanı daha tez yeyir. Yəni, premium bir təcrübə yaşamaq üçün bəzi kompromislərə getmək lazımdır. Yəni, qısacası məsələ budur. Əgər sizə sadəcə alo demək üçün bir telefon yox, həm də bir status, peşəkar bir iş aləti, uzun illər sizi yarı yolda qoymayacaq bir texnoloji dost lazımdırsa, o zaman seçim çox aydındır. Yaxşı, gəlin indi də digər küncə, yəni Redmi modellərinə nəzər salaq. Redmi bazarda özünü tamamilə fərqli bir yerdə mövqeyləndirir. Bu, gündəlik istifadəçi üçün praktik, qiymət, performans çempionu olan bir seçimdir. Bəs niyə ona ağıllı seçim deyirik? Gəlin görək. Redmi'nin əsas kozru, əsas gücü verdiyim pulun qarşılığını artıqlaması ilə verməsidir. Yəni siz ödədiyiniz pula görə həqiqətən maksimum funksiya əldə edirsiniz. Sosial mediada gəzmək, zəngilər, WhatsApp, bu kimi gündəlik işlərdə heç bir ilişmə, heç bir problem yaşamırsınız. Üstəlik, batareyası da çox vaxt yaxşı olur, bir də sürətli şarj dəstəyi var ki, sizi heç vaxt yarı yolda qoymasın. Yaxşı, bəs nəyi qurban verirsiniz bu qiymətə? Təbii ki, kamerası heç vaxt bir S Ultra ilə müqayisə oluna bilməz. Bunu gözləmək düzgün olmazdı. Korpus materialları daha çox plastikdir, yəni o premium hissiyatı vermir. Bir də ki, ikinci əl bazarında dəyərini daha tez itirir və uzun müddətli istifadədə, deyək ki, 3-4 ildən sonra performansında biraz yavaşlama hiss edə bilərsiniz. Bu, normaldır. Deməli, Redmi istifadəçisini bir cümlə ilə belə təsvir etmək olar. Mənə bahalı olmayan, amma bütün işlərimi görən, etibarlı, yaxşı bir telefon lazımdır. Əgər sizin məqsədiniz məhz budursa, Redmi bu işi mükəmməl şəkildə həll edir. Deməli, hər iki telefonun pluslarını, minuslarını masaya qoyduq. Artıq ümumi mənzərə aydındır. İndi isə gəlin fokusu birbaşa sizin üzərinizə çevirək. Gəlin birlikdə anlayaq ki, sizin həyat tərziniz, sizin ehtiyaclarınız bu telefonlardan hansına daha çox uyğun gəlir. Baxın bu cədvələ. Gəlin görək siz özünüzü harda tapırsınız. Məsələn, kontent yaradırsınızsa, vlogger və ya tiktokersinizsə, sizə peşəkar kamera lazımdır. Deməli, S Ultra. Yox, əgər ağır oyunlar, məsələn, PUBG, Call of Duty oynayırsınızsa, yenə də performans üçün S Ultra. Amma adi istifadəçisinizsə, sosial media, şəkil çəkmək, Redmi Note və ya Pro seriyası sizə tam bəs edəcək. Tələbəsiniz, büdcəniz məhduddur və batareya vacibdir, cavab aydındır, Redmi. Yəni bu cədvəl əslində çox şey aydınlaşdırır. Yəni yekun olaraq məsələnin kökü budur. Samsung'a pul verib yüksək keyfiyyət, peşəkar imkanlar alırsınız, bu bir investisiyadır. Redmi'yə isə az pul verib gündəlik bütün işlərinizi görəcək çox yaxşı funksiyalar əldə edirsiniz. Bu isə ağıllı bir qənaətdir. Yəni hər ikisi də öz pulunun haqqını verir, sadəcə fərqli istifadəçilər üçün. Baxın, artıq bütün kartlar açıqdır, bütün məlumatlar əlinizdədir. Unutmayın, ən yaxşı telefon deyə bir anlayış yoxdur. Sizin üçün ən doğru telefon var. İndi son qərarı verməyiniz üçün sizə çox sadə 3 addımlıq bir yol göstərəcəm. Bütün məsələ əslində bu 3 sadə addımda gizlidir.
Birinci, özünüzə sual verin. Mənim üçün ən vacib nədir? Super kamera yoxsa qiymət? Güclü performans yoxsa uzun gedən batareya? Buna qərar verin. İkinci, cibinizə baxın. Büdcəniz nə qədərdir? Və üçüncü, bu iki sualın cavabını birləşdirin. İnanın mənə, doğru telefonun adı öz-özünə ortaya çıxacaq. Və beləliklə bu kiçik təhlilimizin də sonuna gəldik. Ümid edirəm ki, seçim etməkdə sizə biraz da olsa kömək edə bildim. İndi isə top sizdədir. Siz hansı komandadasınız? Samsung Ultra tərəfdarı, yoxsa sadiq bir Redmi istifadəçisi? Öz təcrübənizi, fikirlərinizi rəylərdən mütləq bizimlə bölüşün. Həqiqətən sizin fikirlərinizi oxumaq çox maraqlı olardı.